müəllim, hər vaxtınız xeyir olsun. Alo, toydadır. Alo. Salam eleki. Salam aleyküm. Necəsiz, nə var, nə yox? Sağ ol, sağ ol, sağ ol. Canlı efirdəyik, Əflatun müəllim. Bəli, bəli, buyurun. Mənim xətrimi bilmirəm nə qədər çox istəyirsiniz bugündən biləcəyəm. Sən özün bilirsən. Yusuf müəllim də buradadır. Deməli, Salamlayıram, hamısını salamlayıram. Aleyküm salam. Hər kəsə salam. Bu məsələni eşitdim. İndi bu gəncdir. Özü biraz dəlisovdur, özünüz də bilirsiniz. Pünhan. Sizin məşhur mahnılarınızdan birini, sizin ən çox sevdiyiniz mahnılarından birini oxuyub, icazəsiz. Və YouTube-a da qoyub, icazəsiz. Yəni, o adı da yazmış. Aha. Ayzav, sən bilirsən ki, mənim mahnımı gör nə qədər adamlar oxuyur. Ay, sağ ol. Oxuyub. Amma hörmətsizlik eləyib, onu icazə almaq lazımdır. Mahnının yiyəsi var. Mən ondan at istəmirəm, demək istəmirəm. Mahnıdan icazə al, bir zəng elə. O bir dəfə də bu səhv eləmişdi. Mən bir anam mahnısını oxumuşdu. Dedim ki, eləmə də, zəng elə, icazə al, oxu. Görmez kimlərə mahnı istəyiblər, demişəm ki, qurbandır. Bütün janrda oxuyan müğənnilərə. Doğrudur, bilirəm, xəbərim var. Xəbərim var. İndi bu cavanlıq eləyib, bu mahnını... Yox, indi bu gənclərdə bilməlidirlər ki, bala, bu mahnının sahibi var, yiyəsi var. O mahnının Pünhan qədər yaşı var. 90 ondan da böyükdür. Deməli, mən efirdə həmişə Əflatun müəllim, efirə çıxan müğənnilər kimisə mahnısını oxuyanda deyirəm, icazə almışsınızmı? Öncədən soruşuram. Deyir, yox. Deyirəm, bunu düzgün eləməmişsiniz. İndi belə eləyək, uzun sözü qısası bunu oxuyub və həbəsi də var bu mahnıya. Yusuf müəllim də buradadır. Burada, bəli. Bir şey də deyim də, yəni mahnını icazə almırlar, oxuyurlar. Sonra da çıxırlar efirdə. Deyirlər ki, bəs paxıllıq eləyir, qoymur oxumağa. Yox, sizdə elə qəlb yoxdur axı, sizdə elə... Yox, mən kim görsə, bilirsən də, mənə hamı, cəmaat mənə paxıllıq eləyir. Yəni, o Pünhan mənim tərzimlə gəlir sənətə, mənim mahnılarımla gəlir bu sənətə, özü də bilir. Ancaq da belə hörmətsizlik eləmək olmaz da. Əflatun müəllim, sizin böyüklüyünüz, milyonlarla televiziya tamaşaçılar qarşısında icazə verin, bu mahnınızı oxusun. Mən də xahiş edirəm. Mən icazə... Xahiş eləyirsən, səni xətri çox istəyirəm. Öpürəm, var olun. Yəni, heç bir narazılıq olamaz, amma bilməlidir ki, o ikinci dəfədir də, mən sözümü deyim, bilsinlər. Bir gəncdir, o da başı, yəni belə də... Yox, gənc də olsa, başqa şeyləri bilirlər hamısı. Bunu da bilsinlər ki,